çox faydalıdır və mən sizə deyim ki, Ukrayna müharibənin ilk illərində, bu 2022-də belə bir imkanlara malik deyildi. Baxın, sonuncu raket zərbələrinin əksəriyyəti Ukrayna istehsalı olan raketlərlə, o Flamingo'dur, sonra yeni bir raket də deməli istehsal ediblər. Yəni onunla həmin o sizin dediyiniz istər Krasnodar olsun, istər Saratov olsun, siz təsəvvür edin ki, bunlar Rusiyanın deməli enerji ilə təminatını həyata keçirən ana zavodlardır. Bu istər Saratov olsun, istər Bryansk'da olsun, istər Krasnodar'da olsun. Bəli. Yəni bilirsiniz, onlar dənizə yaxındılar deyə belə götürəndə gəmilər vasitəsilə xam neft ora daşınırdı və orada benzin istehsal olunurdu. Amma bir müddətdən sonra isə artıq Ukrayna ki, Rusiyanın əvvəl sərhədə yaxın, sonra isə dərinliklərinə zərbə endirməyə başladı. Onda artıq başa düşdülər ki, müharibə sən demə təkcə Ukrayna ərazisində deyil, öz ərazilərində də gedir. Rusiya bunu çox yaxşı hiss edir, Sevinç xanım. Əgər bu günləri yenə də deyirəm ki, videolarda biz görüntülərlə görürük ki, Rusiyada benzin qıtlığı yaşanır, yəni yanacaq qıtlığı yaşanır. Yəni bu bir var söz, bir də var ki, bu sübutlar. Yəni Rusiya vətəndaşları da müharibəni öz ölkələrində hiss eləyirlər. İşıqsız oturan, siz təsəvvür edin ki, bu günləri baxıram, görürəm, Rusiyanın elə yerləri var ki, orada 50 dərəcədən də artıq şaxta var. Krasnoyarsk'da 20, 25, 30 dərəcə. Sonra Çukotka'da, Magadanda 50, 51 hətta dərəcə şaxta var. Bu şaxtada elektrik stansiyalarının işləməməsi, sonra o necə deyirlər, istiliyin olmaması insanlarda bilirsiniz nə boydana narazılıq yaradır. Onlar artıq indi Moskva ola bilsin, bir balaca müdafiə olunur. Çünki əgər Putinin qaldığı yerlərə, belə deyək, Valday mı deyim, sonra Novaya Agaryova deyim, həmin yerlərdə hava uzunluğuna müdafiə sistemləri gücləndirilibsə də, amma digər yerlərdə yəni yetərincə deyil və bu günləri aeroportların bağlanması, bu aeroportların bağlanmasına da ola bilsin kimsə Sevinç xanım elə belə bir belə deyim, müvəqqəti bir narahatçılıq kimi baxır. Amma təyyarələrin vaxtında uçmaması, yəni sərnişinlərin əvvəla etimadı itirir, Aeroflot etimadı itirir. İkincisi, son vaxtlar təyyarə qəzalarının sayını artdığının şahidi. Çünki bu sanksiyaların bir ucu da ona gəlib çıxır ki, Rusiyanın aviasiya sənayesinə mal satmırlar və yaxud da ki, ehtiyat hissələrin çatışmamazlığı hiss olunur. Bir sözlə, yəni bu tərəflər bir-birini taqətdən salma yolunu seçiblər. Demək istəyirəm ki, bu proses qarşıdakı dönəmdə də, yəni artıq sayılı günlər qalırdı. Bir həftədən sonra artıq 2026-cı ildir. 2026-cı ildə də tərəflər yəni bu prosesi davam etdirəcəklər. Nə qədər ağır səslənsə də Rusiya bu Ukraynanın təklif elədiyi, Amerikanın bir yerdə təklif elədiyi 20 bəndli sülh planı adı olan sənədi qəbul etməyəcək. Artıq bunu qəbul etməyəcəkləri ilə bağlı fikirlər səsləndirirlər. Çünki orada bunlar hələdən NATO'nu özlərinin o yuxusunda görürlər ki, Ukrayna NATO üzvü olacaq. Rus dili məsələsi, yəni sənəddə öz əksini tapmayıb. Ordunun sayı məsələsi öz əksini tapmayıb. O ərazilər hansılar ki, Ukraynanındır, onlar istəyirlər Rusiya ona sahib çıxsın. Ukrayna da buna heç vəhdlə razılıq vermir. Bunlar hamısı yəni məsələnin tupika və dalana dirənməsinin göstəricisidir. Ona görə də 2026-cı ildə də tərəflər arasında amansız həm raket, həm dron hücumları davam eləyəcək. Müharibə hələ 2026-cı ilin birinci yarısında da nə qədər ağır səslənsə də günahsız insanların ölümünə səbəb olacaq. Allah necə deyərlər, baiskara lənət eləsin. Yəni, mən Zelenskinin sözləri ilə demək istəyirəm. Düzdür, tamaşaçılar deyə bilərlər ki, biraz əvvəl deyirdim ki, nə bilim, o bir varlıq həyatını itirməsin. Amma mən sizə deyim ki, həqiqətən də bu günləri müharibə çox böyük fəlakətlər gətirir. O fəlakətlərin bir ucu da nə qədər
biz uzaqda olsaq da, yəni qonşu olsaq da o bizim ocağımızda da hiss olunur. Çünki Azərbaycanın ayrı-ayrı rayonlarından və şəhərlərindən o müharibəyə qatılan insanlarımız da həyatlarını itirirlər. Ona görə də bu müharibəni başlayanlara min lənət və tarix də onların bu cinayətini heç bir halda unutmayacaq və onlar layiq olduqları qiyməti və cəzanı mütləq alacaqlar. Almasalar bu böyük bir ədalətsizlik olacaq, amma mən ədalətə həmişə inanmışam. Nə qədər gec də olsa, amma güc olacaq və Ukraynada öz ərazi bütövlüyünü mütləq Rusiyanın bütün çabalarına rəğmən yəni buna nail olacaq və ərazi bütövlüyü də Ukrayna tərəfindən təmin olunacaq Sevinç xanım.